Salam, hər vaxtınız xeyir olsun dəyərli YouTube izləyicilərimiz. Yeni Ramana qəsəbəsində 90 nömrəli orta məktəbin yaxınlığında 112 sayılı poçtun tam yaxınlığında məhəlləsinə qədər asfalt olan 5 otaqlı şəxsi tikili yaşayışlı həyət evimiz satışa çıxıb. Zəhmət olmasa videomuzu sona qədər izləyin. Evin bütün məlumatları videonun daxilində qeyd olunur. Evimiz ümumilikdə 2,3 sot torpaq sahəsindədir. Yerdən də 7-8 daş kürsüdə tikilib. Həyətində 2 dənə kladovkası var. 2 dənə əldamı var. Və evin 2 otağı addelinidir. Çöl tərəfdən də addelin xodu var. Baxın, buradan həyət yanı sahəsinə sizə göstərim. Orada da hazırda kiraya qalır. Bu gördüyünüz ev isə 3 otaqlıdır. Opşi bir yerdə hamısının ümumi sahəsi 110 kvadrat metrdir. Qazı, suyu, işığı, kommunalları var. Mərkəzi kanalizasiya sistemi var. Bura evimizin dəhliz hissəsidir. Dəhlizə daxil olduqda sağda gəlir evin hamam sanitar qovşağı, solda isə gəlir mətbəx. Qonaq otağının qapısı hazırda çıxarılıb bəzi səbəblərdən. Amma yerinə taxılacaq. Yəni elə bilməyin ki, oranın qapısı yoxdur. Bura mətbəx hissəmizdir. Dairəvi qoşadaş mətbəx mebeli var. Ara divarlara qədər hamısı qoşadaşdan tikilib. Tamamilə şəxsi tikilidir. Bir daha qeyd edirəm ki, ev ümumilikdə 5 otaqdır. 2 otağında addelinidir. Kiçik bir həyət yanı sahəsi var ki, orada paltar asmaq olur. Yəni maşın daxil olmur. Amma bu ön tərəfindən olan həyətini sizə göstərdim. Maşın ora rahat şəkildə daxil ola bilir. Keçək qonaq otağımıza. Mərkəzi kanalizasiyalı bütün sayğaçları olan evdir. Evdə istilik sistemi kombidir. Hər bir divarı qoşadaş. Qapıdan görürsünüz, ara divarlarda baxın, bu hissə hamısı qoşadaşdır. Bura birinci yataq otağıdır. Ünvanı bir daha qeyd edirəm. Yeni Ramana qəsəbəsidir. 90 nömrəli məktəbin yaxınlığı. 112 sayılı poçtun tam yaxınlığıdır. Evin yaxınlığından da 3 dənə marşrut xətti keçir. 106, 214 və 162 sayılı marşrut xətləridir. Hər biri evin tam yaxınlığından keçir. Evimizin sənədi bələdiyyə sənədidir. Qiyməti isə 115.000 manat deyilir. İnşallah ki, real alıcılar olsa, evin qiymətində də yaxşı bir indirim olacaq ev sahibi tərəfindən. Bu qədər əlavə nə suallarınız olsa, zəng edərək məlumat ala bilərsiniz. Sona qədər izlədiyiniz üçün təşəkkür edirəm.